tərkib. Demək, əziz dostlar, bugün keçirik asanlık hissələrindən biri olan sayı. Say zaten adından bəllidir. Say, əşyanın miqdarını və sırasını bildirən əsas hissəsidir. Yazıram. Miqdar və sıra. Sayın sualları neçə, neçənci, bəzən də hansı sualına cavab verir. Saylar da digər əsas hissələr kimi quruluşca 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb. Deyərdim ki, quruluşuna görə ən asan quruluşuna görə ən asan hissəsi saydır. Niyə? Çünki burada şəkilçilər azdır. Sadəyə, məsələn, deyirəm 5, məsələn, deyirəm az, məsələn, deyirəm xeyli. Düzəltmənin şəkilçiləri lu, məsələn, çoxlu. Məsələn, larla, larca, məsələn, yüzlərlə, yüzlərcə və s. Azı, acıq, məsələn, azacıq və s. Gəldik mürəkkəbə. Mürəkkəbdə də 2 dənə say görəcəyik. Məsələn, deyirəm 15. Məsələn, deyirəm bir çox. Məsələn, deyirəm bir neçə. Məsələn, deyirəm 1,5. Bu da nə olacaq? Quruluşca mürəkkəb olacaq. Sayın mənaca növləri. Bizə əsas sayın mənaca növləri lazımdır. Zaten bu vuruşu çox asandır. Düşünmürəm ki, gedib buradan sual verələr. Sayın mənaca 2 növ var. Var miqdar sayları, var sıra sayları. Baxın, sizi çaşdırmasın ha. Sayın mənaca 2 növ var. Miqdar və sıra. Sadəcə miqdar sayları özü 3 yerə bölünür. Var müəyyən miqdar sayları, müəyyən miqdar, var qeyri-müəyyən miqdar, var kəsr sayları. İndi tək-tək baxaq görək müəyyən miqdar sayı nədir, qeyri-müəyyən miqdar sayı nədir, kəsr sayı nədir? Başlayaq birinci müəyyən miqdar saylarına. Müəyyən miqdar sayı adından bəllidir, müəyyəndir. Yəni, əşyanın konkret sayını bildirir. Məsələn, deyirəm 5, məsələn, deyirəm 3, məsələn, deyirəm 12. Müəyyən miqdar saylarının quruluşu ya olacaq sadə, ya da olacaq mürəkkəb. Məsələn, sadəyə yazdım 3, mürəkkəbə yazdım 12. Yəni 2 rəqəm olmalıdır. Sayın özünün quruluşda 3 növ var, amma mənaca növləri quruluşuna görə dəyişir. Müəyyən miqdar sayının 2 quruluşu oldu. Ya sadə olacaq, ya da ki mürəkkəb olacaq. Müəyyən miqdardan hələ ki bu qədərdir. Və özündən sonra gələn isim əsasən təkdə olur. Məsələn, deyirəm 5 nəfər adamlar demərik. 5 nəfər, kamera bağlandı elə. Bəli, müəllimə bağlan. Ne bilirsən axı? Söndürün keçin vaxtını. Açıldı. Geldi müəllim. Gəldik qeyri-müəyyən miqdar sayına. Qeyri-müəyyən miqdar sayının adından bəllidir. Konkret miqdarı məlum olmayacaq. Məsələn, deyirəm az. Məsələn, deyirəm çox. Məsələn, deyirəm xeyli. Məsələn, deyirəm 4-5. Məsələn, deyirəm yüzlərcə. Bax, qeyri-müəyyən miqdar sayının amma quruluşca 3 növü var. Nətər? Bax, az quruluşuna görə olacaq sadə. Yüzlərcə, larca şəkilçisini gördükmü? Quruluşuna görə olacaq düzəltmə. Amma baxın, 4-5. Məsələn, bir çox. Bu olacaq quruluşuna görə nə? Mürəkkəb. Niyə? Çünki 2 sözün adını çəkirəm. Və yaxud 2 rəqəmin adını çəkirəm. 4, 5, bir çox və s. Qeyri-müəyyən miqdar sayları özü tərkibində 2 yerə bölünür.
tərkibi saylar, var təqribi saylar. Söhbət qeyri-müəyyəndən gedir yalnız. Mən hansına tərkibi, hansına təqribi deyirəm. Baxın, təqribi sayın ikinci adı təxminidir. Yəni bunu hardasa təxmin eləmək olur. Məsələn, deyəm otaqda 4-5 nəfər adam var idi. 4-5. Mən buna təqribi, təxmini say deyə bilirəm. Niyə? Hardasa düşünə bilirəm ki, deyirəm 4-5 nəfər adam var idi. Yəni hardasa düşünəm ki, bu minimum 4 nəfərdir, maksimum 5 nəfərdir. Yəni hardasa təxmin edə bilirəm. Amma tərkibi sayları ümumiyyətlə təxmin eləmək olur. Məsələn, deyirəm otaqda az adam var idi, otaqda xeyli adam var idi, otaqda bir çox adamlar var idi. Mən bunu təxmin edə bilirəm, edə bilmirəm. Ona görə də 4-5, 5-6, yəni defislə yazılan 2 rəqəmlər olur təqribi, bəzən də təxmini, fərqlərin hansını deyirsiniz deyin. Təxmini, təqribi saylar, amma tərkibi saylarda isə təxmin eləmək mümkün deyil. Bu hissəsi aydın oldu. Bəli, müəllimə. Qeyri-müəyyən miqdar saylarında az, çox, xeyli, bunlar qeyri-müəyyən miqdar sayıdır, razıyam. Amma bunlar bəzən miqdar zərfi də ola bilər. Qarışdırmırıq. Əgər bundan sonra hərəkət gəlirsə, olacaq zərf. Məsələn, deyirəm ki, çox danışdı. Yəni, çoxu görüb demirik ya ki, çox saydı. Özündən sonra hərəkət var. Hərəkət varsa bu nə olacaq? Zərf. Məsələn, az yedim, xeyli dincəldik. Bu artıq hansının qisəsi olacaq? Biz onu say götürmürük. Qeyri-müəyyən miqdar saylarında bax, sizə düşə bilən şey budur. Bu həm normallarda lazımdır bizə, həm də indi lazımdır. Qeyri-müəyyən miqdar sayında lazım olan nədir? Bəzi saylar var ki, özündən sonra gələn ismi yalnız cəmdə yaza bilərik. Bunlar hansıdır? Bir çox, bir də bir sıra. Bu saylardan sonra gələn isimlər mütləq şəkildə cəmdə olmalıdır. Cəm, isim. Nə demək istəyirəm? Yazıq ki, bir sıra şəhər. Bu səhvdir, olmaz. Bir sıra şəhər yazılmamalıdır. Bu normanın pozuntusudur. Olmalıdır bir sıra şəhərlər. Yaxşı. Məsələn, bir çox adam yox. Bir çox adamlar. Bax, yazıram. Bir çox adam olmaz. Bir çox adamlar olar. Aydındır nə demək istədim? Bir çoxdan bir sıranı görən kimi özündən sonra mütləq şəkildə gələn ismi cəmləndirin. Demək, az, biraz, bir qədər, bir neçə və xeyli. Bu saylardan sonra gələn ismi mütləq şəkildə təkdə işlədim. Tək. Yəni, sizə versə ki, az adamlar, bu səhv olacaq. Necə olmalıdır? Az adam olmalıdır. Yaxşımı? Xeyli adamlar yox. Xeyli adam. Bir qədər adamlar yox. Bir qədər adam. Bir neçə variantlar yox. Bir neçə variant və s. İndi yerdə qalan çox,